Salam dəyərli izləyicilər. Bu günləri biz sizinlə yer kürəsinin kartoqrafik təsvirləri mövzusunun ikinci hissəsini keçəcəyik. Deməli, danışacağıq əvvəlcə yerin forma və ölçülərindən. İlk öncə nəzərinizə onu çatdırmaq istəyirəm ki, deməli biz bilirik ki, hələ qədim dövrlərdən insanlara yerin kürə formasında olması məlum idi. İnsanlar yerin kürə formasında olmasını düşünürdülər. Hətta yerin kürə formasında olmasını ilk dəfə Yunan riyaziyyatçısı Pifaqor söyləmişdir. Daha sonra Pifaqor elmi cəhətdən sübut eləyə bilməmiş, lakin Aristotel yerin kürə formasında olmasını elmi cəhətdən sübut eləmişdir və riyazi cəhətdən sübut isə coğrafiyanın atası Eratosfenə məxsus olub. Deməli, bir dərəcəlik qövsün uzunluğunun, belə deyək, bir dərəcəlik meridian qövsünün uzunluğunu, diametrini və s. eramızdan əvvəl 3-cü əsrdə Eratosfen hesablayıb. O yerin kürə formasında olmasını ilk dəfə riyazi cəhətdən sübut eləyib. Orta şərqdə isə ilk dəfə olaraq qədim şərqdə ilk qlobusun müəllifi olan türk alim Əbu Reyhan Əl-Biruni yerin kürə formasında olmasını qeyd eləmişdi və yer çevrəsinin uzunluğunu 41.500 km təyin eləmiş və onun günəş ətrafında hərəkət elədiyini söyləmişdi. Nəsrəddin Tusi isə Mağara rəsədxanasında ilk dəfə ulduz qlobusu hazırlamışdır. Onun ulduz qlobusu indi də Dresden muzeyində saxlanılır. Deməli, Isaac Newton isə yerin ellipsoid formasında olduğunu neyləmişdir, söyləmişdir. Isaac Newtonun fikrini biz sizinlə bu hissədə məsələn göstərsək, diqqət eləsəz, ellipsoid formada yerin olduğunu söyləmişdir. Yerin formasını geoid adlandırmağı isə 1873-cü ildə alim Listing təklif eləyib. Çünki geoidin əsas xüsusiyyətləri o idi ki, geoid qütblərdən basıq idi, qabarıq idi və batıq olması idi. Bu da yerin özünə məxsus, belə deyək, quruluşudur. Biz yerin formasını geoid deyirik. Daha sonra isə yerin süni peyklərinin köməyi ilə aparılmış ölçmələrin təhlili yerin formasının daha mürəkkəb, yəni şimal qütbündən, əsasən şimal qütbündən daha qabarıq, cənub qütbündən isə bir növ batıq olması səbəbindən onu ürəyə bənzətmişdilər. Elə bunu da nəzərə alaraq yerin formasını nə adlandırmışlar? Kardoid adlandırmışdılar. Deməli, 1940-cı ildə Rus alimlər Krasovski və Aleksandr Izotov tərəfindən müəyyən edilmiş ölçülər dünyanın bir sıra ölkələrində, xüsusən də Azərbaycanda yerin ölçüləri kimi qəbul olunmuşdur. İlk öncə biz yerin ölçülərindən danışdıqda əvvəlcə onu deməliyik ki, yerin ümumi sahəsi nə qədərdir? 510 milyon kvadrat kilometrdir. Yerin səthinin sahəsidir. Deməli, yer səthi bölünəcək iki hissəyə, quru və su səthi. Quru səthi yerin sahəsinin 1/3-ni, su səthi isə yerin sahəsinin 2/3-ni əhatə eləyəcək. Quru səthinin sahəsi 149 milyon kvadrat kilometr, su səthinin sahəsi isə 361 milyon kilometr kvadratdır. Və biz də bu qənaətə varacağıq ki, su sahəsi quru sahəsindən daha çoxdur. Deməli, ekvator radiosundan danışsaq, ilk öncə biz bilirik ki, kürənin mərkəzindən çəkilmiş bütün radiuslar hamısı bərabərdir. Amma baxsaq, ekvator radiosu, yəni yerin mərkəzindən ekvator çövrəsinə doğru çəkilmiş radius 6378 kilometr, amma yerin mərkəzindən şimal qütbünə doğru çəkilmiş qütb radiusu isə 6357 kilometr olmaqla ekvator radiosundan 21 kilometr qısadır. Və biz də buradan onu çıxarda bilərik ki, yer həqiqətən də tam kürə deyil. Onun özünə məxsus forması, geoid forması qəbul edilib. Və digər bir o qənaətə də gələ bilərik ki, yer qütblərdən 21 kilometr basırdır. Çünki həqiqətən də biz ekvator radiosundan
6378 kilometrdən qütb radiusunun uzunluğunu, yəni 6357 kilometr çıxsa, fərq yerin qütblərdən basıqlığı 21 kilometr qalacaq. Yerin orta radiusu isə 6371 kilometr qəbul edilib. Yerin ümumi diametri isə 12756 kilometrdir. Ekvator çevrəsinin və yaxud ekvatoru ən uzun paralel adlandıra bilərik. Ekvator çevrəsinin uzunluğu 40076 kilometr, meridian çevrəsinin uzunluğu isə 40009 kilometrdir. Meridian yarım çevrədir, tam çevrə deyil, 180 dərəcəlik qövsdür. Ona görə də biz 40009'u 2 yerə bölsək, təxminən 20004 kilometr meridian yarım çevrəsinin uzunluğu alınacaq. Yer kürəsi öz xəyali fırlanma orbit müstəvisinə 66,5 dərəcə meyillidir. Deməli, yer kürəsində, ümumiyyətlə yer kürəsinin üzərində hər hansı bir məntəqənin yerini müəyyən edə bilərik. Biz bu məntəqənin yerini yer səthinin üzərində çəkilmiş xəyali xətlərə əsasən müəyyən edirik. Bu xətlər aşağıdakılardır. Əsas biz danışacağıq ekvator xəttindən. Ekvator ən uzun paralel olub, yeri 2 tam yarımkürəyə ayıracaq. Ekvatordan yuxarıda, yəni şimalda qalan bütün ərazilər şimal yarımkürəsi adlanacaq. Ekvatordan cənubda qalan, cənub qütbünə kimi olan bütün ərazilər isə cənub yarımkürəsi adlanacaq. Təbiətdə cənub yarımkürələrində, cənub və yaxud şimal yarımkürəsində olan hadisələr bir-birindən fərqli və ya bir-birinin əksi olur. Məsələn, yanvar ayında şimal yarımkürəsində qış fəsli olsa da, cənub yarımkürəsində yay fəslidir. Bu da onlarda təbiət hadisələrinin və yaxud fiziki coğrafi hadisələrin müxtəlifliyini və yaxud əksi olduğunu göstərəcək. Biz də məsələn fəsillərin dəyişməsini buna nümunə göstərə bilərik. Paralellər ekvatora paralel çəkilən xətlərdir. Paralellər tam kürə olduğu üçün və bir-birinə paralel çəkildiyi üçün şimala doğru getdikcə paralellərin uzunluğu azalacaq. Onlar qütblərə doğru tədricən kiçiləcək və ən nəhayət qütblərə çatdıqda nöqtə olacaq. Daha sonra meridianlar. Biz ilk öncə meridianın tərifini versək, meridianlar yer səthindən keçməklə yerin coğrafi qütbləri olan şimal coğrafi qütbü və cənub coğrafi qütbünü birləşdirən ən qısa xətlərdir. Meridianlar yerin istənilən nöqtəsindən çəkilsə də, eyni yolu, eyni məsafəni getdikləri üçün meridianların ölçüləri, yəni uzunluqları stabildir. Onlar hamısı bir-birinə bərabərdir. Meridian dedikdə yarım çevrə nəzərdə tutulacaq, meridian çevrəsi dedikdə isə tam meridian çevrəsi nəzərdə tutulacaq. Deməli, meridianların da başlanğıc nöqtəsi var. Paralellərin başlanğıc nöqtəsi ekvator götürülürdü və paralellərin dərəcəsi ekvator 0 dərəcə olmaqla qütblərə doğru, qütblər də 90 dərəcə olmaqla 0-90 dərəcə arasında dəyişirdi. İndi isə biz meridianların başlanğıcını götürdüyümüz meridian adlanacaq Greenwich meridianı. Greenwich meridianı İngiltərənin paytaxtı London şəhərindən keçir və xəyali Greenwich meridianının üzərində elə eyni adlı rəsədxana Londonda Greenwich rəsədxanası yerləşdiyi üçün həmin başlanğıc meridianı Greenwich meridianı adlandırılıb. Biz bu başlanğıc meridianına 0 dərəcəli
başlanğıc və yaxud Greenwich meridianı deyəcəyik. Greenwich meridianından sağ tərəfdə qalan hissə şərq yarımkürəsi, sol tərəfdə, yəni qərbdə qalan hissə isə qərb yarımkürəsi adlanacaq. Məsələn, A məntəqəsi müəyyən bir paralel və müəyyən bir meridianın üzərində yerləşib. Biz A məntəqəsinin yerləşdiyi yarımkürələri tapdıqda ilk öncə ekvatordan olan istiqamətinə diqqət edəsək, ekvatordan yuxarıda, yəni şimalda yerləşib. Deməli deyəcəyik şimal yarımkürəsi. Daha sonra Greenwich meridianına nəzərən mövqeyinə baxsaq, Greenwich meridianından da solda, yəni qərbdə yerləşdiyi üçün qərb yarımkürəsində. Deməli, A-nın yarımkürələri şimal və qərb yarımkürəsidir. C-yə baxsaq, C ekvatora nəzərən, ekvatordan aşağı, yəni cənubda, deməli cənub yarımkürəsində. Greenwichə nəzərən, Greenwichdən solda, qərbdə, yəni qərb yarımkürəsində yerləşəcək. Deməli, C nöqtəsinin coğrafi koordinatları, yəni hansı yarımkürədə yerləşdiyi desək, deyəcəyik ki, cənub və qərb yarımkürəsində. B nöqtəsi ekvatora nəzərən yuxarıda, yəni şimalda, şimal yarımkürəsində. Greenwichə nəzərən sağda, yəni qərbdə, qərb yarımkürəsində yerləşmiş olacaq. Daha sonra paralel və meridianların kəsişməsi nəyə yaradır? Dərəcə torunu. Həqiqətən biz diqqət eləsək, paralellərlə meridianların kəsişməsi nəticəsində əmələ gələn tora biz deyəcəyik ki, dərəcə toru. Deməli, coğrafi enliklər və coğrafi uzunluqlar coğrafi koordinatları ifadə edəcək. Bir məntəqənin hansı paralelin üzərində yerləşdiyini biz enliklə, hansı meridianın üzərində yerləşdiyini isə uzunluqla götürəcəyik. Deməli, diqqət eləsək, istənilən bir nöqtə, istənilən bir məntəqə müəyyən paralel və meridianın üzərindədir. Deməli, şimal və cənub qütb nöqtələri isə yalnız və yalnız bir coğrafi enliyin, 90 dərəcəlik enliyin, yəni şimal və cənub coğrafi qütb nöqtələrinin üzərindədir. Daha sonra biz diqqət eləsək sxemlərə. Görərik ki, ekvatora nəzərən paralellər şimala və cənuba doğru paralel şəkildə uzanırlar və ekvatordan uzaqlaşdıqca paralellərin ölçüləri qısalacaq. Ekvator 0 dərəcə, digər paralellər isə 90 dərəcə qütb nöqtələrinə kimi dərəcələri artacaq, lakin uzunluqları qısalacaq. Biz istənilən sayda paralel keçirdə bilərik. Deməli, daha sonra Greenwich nöqtəsi 0 dərəcədən başlayacaq və 180 dərəcə ilə meridianlar dəyişiləcək. Bütün meridianların ölçüləri nədir? Bərabər. Deməli, paralel və meridianların kəsişməsi dərəcə torunu yaradacaq. Biz soldakı şəkildə, bizim göstərdiyimiz şəkildə meridianları daha dəqiq görə bilərik. Meridianların hər birinin dərəcəsi ekvator boyu ərazilərdə yazılıb. Biz ən sağdakı göstərdiyimiz şəkildə isə paralellərin həqiqətən də ekvatordan uzaqlaşdıqca ölçülərinin qısalması, dərəcələrinin artmasının isə şahidi ola bilərik. Deməli biz deyəcəyik ki, ən uzun paralel, yeri tən bölən paralel məhz ekvatorun özüdür. Deməli, yer səthində dediyimiz kimi bütün nöqtələrin coğrafi koordinatları var. Məhz yer kürəsinin istənilən nöqtənin mövqeyini dəqiq müəyyən etməyə coğrafi koordinatlar bizə imkan verəcək.
Meridianlara əsasən obyektlərin coğrafi uzunluğunu müəyyən etmək olar. Coğrafi uzunluq Greenwich meridianından ölçülür. Greenwich'in coğrafi uzunluğu 0 dərəcədir. Buna görə də biz bu meridiana başlanğıc, Greenwich və ya 0 dərəcəli meridian adlandıracağıq. Coğrafi uzunluqlar 0-180 dərəcə arasında dəyişəcək. Eyni meridianın üzərində yerləşən bütün nöqtələr hamısı, bütün məntəqələr hamısının coğrafi uzunluq dərəcəsi eyni olacaq. Və daha sonra biz diqqət eləsək, hər bir meridianın qarşısı ilə digər bir meridian keçir. Və biz demişdik ki, 0 dərəcəli Greenwich xəttindən şərqdə qalan hissə şərq yarımkürəsi, qərbdə qalan hissə isə qərb yarımkürəsi adlanacaq. Hər bir meridianın önündən, qarşısından, əksindən keçən meridian onun antimeridianı adlanacaq. Bizdən 40 dərəcəlik, məsələn, şərq uzunluğunun antimeridianı soruşularsa, biz 180 dərəcədən 40 dərəcəni çıxacaq, yerdə qalacaq 140 dərəcə və şərqin də əksini biz bilirik. Şərqin əksi qərb, şimalın əksi cənubdur. Paralellərdə antiparalel anlayışı adətən yoxdur. Amma meridianlarda antimeridian dedikdə, məsələn 40 dərəcə şərq uzunluğunun antimeridianını dedikdə, biz həmin meridianın dərəcəsini 180-dən çıxacaq, 40-ı çıxdırmı 140 alındı. Şərqi də dəyişib onun əksi qərb eləyəcək. Və yaxud elə 140 dərəcə qərb uzunluğu özü verilsəydi, biz 180-dən 140-ı çıxardıq, eləyərdi 40, qərbi də dəyişib eləyərdik şərq. Deməli, ona görə də diqqət eləsək, 0 dərəcəlik meridianın antimeridianı elə 180 dərəcəlik nədir? Meridiandır. Deməli, daha sonra coğrafi enliklər ekvatordan ölçülür. Coğrafi enliklərin ölçülməsi ekvatora nəzərən müəyyən edilir. Ekvatorun coğrafi enliyi 0 dərəcədir. Coğrafi enliklər 0-90 dərəcə arasında dəyişir. Eyni paraleldə yerləşən bütün obyektlərin coğrafi enliyi eynidir. Şimal yarımkürəsində, yəni ekvatordan şimalda yerləşən bütün məntəqələr şimal enliyinə malikdir. Cənub yarımkürəsində yerləşən bütün məntəqələr isə cənub enliyinə malikdir. Deməli, diqqət eləsəz, E məntəqəsi yerləşir şimal yarımkürəsində, ekvatora nəzərən. E deməli nədir? Şimal enliyində. F məntəqəsi 40 dərəcəlik paralel üstündə yerləşdiyi üçün biz deyəcəyik ki, 40 dərəcəlik şimal enliyindədir. A məntəqəsinə diqqət eləsək, cənub yarımkürəsindədir. A məntəqəsi 20 dərəcə paralelin üzəri ilə götürsək, deyəcəyik ki, A məntəqəsi 20 dərəcəlik cənub enliyindədir. Məsələn, D məntəqəsi 60 dərəcəlik enliyin paralelin üzərində götürsək, deyəcəyik ki, D məntəqəsi 60 dərəcəlik cənub enliyindədir. Deməli, daha sonra Greenwich meridianı başlanğıc meridiandır. Greenwich meridianından sağda 180 dərəcəlik meridiana kimi, Greenwich'in antimeridianına kimi qalan sağdakı bütün məntəqələr şərq uzunluğu, Greenwich'dən solda 180 dərəcəlik antimeridiana qədər olan bütün məntəqələr qərb uzunluğunda yerləşəcək. Məsələn, A məntəqəsini 20 dərəcəlik meridian üzərində düşünsək, A 20 dərəcəlik şərq uzunluğundadır. F məntəqəsini 60 dərəcəlik meridian üzərində götürsək, F məntəqəsi 60 dərəcə qərb uzunluğundadır. Daha sonra qlobus və xəritələrdə meridian və paralellərə əsasən
məsafələri hesablaya bilərik. Bunun üçün də bizdə paralellərin 1 dərəcəlik qövsünün uzunluğundan istifadə edilir. Bütün meridianlar hamısı paralel və meridianların 1 dərəcəlik qövsündən istifadə edilir. Bütün meridianların hamısı yarım çevrən və bütün meridianların hamısı 180 dərəcəlik qövsə bərabərdir. Və bütün meridianların hamısının uzunluğu bərabərdir. Deməli, bütün meridianların uzunluğunu təqribən 20.000 kilometr götürsək və bütün meridian yarımçevrəsi 180 dərəcəlik qövs olsa, deməli biz 1 dərəcəlik qövsün uzunluğunu tapmaq üçün 20.000 kilometri 180 dərəcəyə bölərik, yerdə də qalacaq 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr olacaq. Yer kürə formasında olduğuna görə ekvatordan qütblərə doğru paralel çevrəsinin uzunluğu azalır. Həqiqətən də biz şəkildə bunu müşahidə edə bilərik. Buna görə də bütün paralellərin uzunluqları müxtəlif olduğu kimi, bütün paralellərin 1 dərəcəlik qövsünün uzunluğu da müxtəlifdir. Ekvatorda 1 dərəcəlik qövsün uzunluğu 111,3 kilometrə bərabərdir. Biz verdiyimiz cədvələ əsasən digər coğrafi enliklərdə 1 dərəcəlik qövsün uzunluğuna baxa bilərik. Əsasən testlərdə düşən ekvator, yəni 0 dərəcəlik enlik və 40 dərəcəlik enlikdir. 40 dərəcəlik enlikdə də 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Deməli, biz daha sonra, məsələn, burada bir məsələyə diqqət yetirsək, yoldaşlar. Deməli, bir məntəqəyə biz məsələyə diqqət yetirsək, eyni meridian üzərində yerləşən A və B məntəqələr arasında, baxın, eyni meridian, məsələn, bizə eyni meridian deyir. Eyni meridian üzərində, eyni meridian dedikdə sadəcə bir dənə uzunluq çəkməyim kifayətdir. Eyni meridian üzərində yerləşən A və B məntəqəsi, məsələn, bu A məntəqəsi, diqqət edin. Bu A məntəqəsi, A. Bu isə B məntəqəsi. Demək, A və B məntəqəsi. Məsafə 35 dərəcəlik qövsə bərabər. Diqqət eləsək biz əgər, deməli, işarələdiyimiz A və B arasındakı neçə dərəcə qövs fərqi var? 35 dərəcə. Deməli, biz də bilirdik ki, 1 dərəcəlik qövs meridianda 111 kilometr olduğu üçün 35 dərəcəlik qövsü tapdıqda 111-i vuracaq avtomatik neçəyə? 35 dərəcəyə və cavabı alacaq nə qədər? 3885 kilometr. Çalışma 3-ə diqqət yetirsək, deyir ki, 1 bölünsün 20 milyon miqyaslı xəritədə ekvator üzərində yerləşən A və B məntəqələri arasında məsafə 33,3 cm-dir. Bu məntəqələr arasında qalan məsafənin neçə dərəcə olduğunu hesablayın. Bizə ekvator dedikdə, enlik dedikdə ümumiyyətlə eninə bir xətt çəkməyimiz kifayətdir. Deməli, bu bizim ekvatorumuz. Ekvator neçə dərəcədir? 0 dərəcə. Deməli, ekvator üzərində 2 dənə A və B məntəqəsi yerləşir. Bu olsun A məntəqəsi, bu da olsun B məntəqəsi. Deməli, A və B məntəqələri arasında xəritə üzərində məsafə 33,3 cm qeyd edilib. Və biz miqyasımızı bilirik. 1 bölünsün 20 milyon. Biz əvvəlcə həqiqi məsafəni hesablamalıyıq ki, neçə dərəcəlik qövsün qaldığını bilək. Həqiqi məsafəni də hesablamamışdan qabaq miqyasımızı izahlı miqyasa çevirməliyik. İzahlı miqyası da çevirmək üçün 5-0 sildikdə yerdə 1 cm-də 200 km qalacaq. Deməli,
Qalan 200 kilometr ayrılacaq miqyasın kəmiyyəti. Və biz düsturdan bildiyimiz kimi həqiqi məsafə bərabərdir miqyasın kəmiyyəti, yəni 200 vurulsun xəritə üzərində məsafəyə, yəni 33.3 santimetrə. Və biz bunu 33.3 santimetrə vurduqda cavabımız alınacaq 6660 kilometr. Deməli, A və B məntəqəsi arasında qalan həqiqi məsafə 6600 kilometrdir və biz bunu dərəcəyə çevirmək istəyirik. 111 kilometrə 1 dərəcə ekvator üzərində uyğun gəlirsə, 6600 kilometrə neçə dərəcə uyğun gəldiyini bilmək üçün 6660 kilometr böləcəyik 111-ə. Deməli, burada 111 ilə 666 ixtisar gedəndə o 6, bu da 0. Qalacaq cavab nə qədər? 60 dərəcə. 60 dərəcə. Deməli, daha sonra bu çalışmaya diqqət eləsək, 40 dərəcə paralel üzərində A və B məntəqələri bir-birindən 40 dərəcə uzaqlıqda yerləşirlər. Bu məntəqələr arasında məsafə 1/5 milyon xəritədə neçə santimetr olacaq? İndi buna diqqət edin. Biz enli çəkirik, 40 dərəcə paralel. Fərqi yoxdur, neçə dərəcəlik paralel desə, onu bu cür çəkmək lazımdır. Və A və B məntəqələri bir-birindən 40 dərəcə uzaqlıqdadır. Tutalım, bu A-nın yerləşdiyi meridianla paralelin kəsişməsi, bu da ki B-nin yerləşdiyi məntəqə. Deməli, A və B eyni paralelin üzərində, fərqli meridianların üzərindədir. Və bunlar arasındakı da dərəcə fərqi nə qədərdir? 40 dərəcə. Deməli, indi biz paylaşdığımız cədvələ əsasən bilirik ki, 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85.4 kilometrdir. Ona görə də 40 dərəcənin neçə kilometr olduğunu tapmaq üçün 85.4-ü vuracaq neçəyə? 40-a. Və 85.4-ü biz 40-a vuranda cavabı alacaq nə qədər? 3416 kilometr. 3416 kilometr. Və bizdən xəritə üzərində neçə santimetr olduğunu soruşur. Deməli, biz həqiqi məsafəmizi bilirik. Həqiqi məsafəmiz bərabər idi. Həqiqi məsafəmizi bilirik. Bizdən xəritə üzərində məsafəni soruşur. Xəritə üzərində məsafə bərabər idi. Həqiqi məsafə bölünsün miqyasın kəmiyyətinə. Və miqyasımız 1/5 milyon olduğu üçün onu əvvəlcə izahlı miqyasa çevirərək kəmiyyəti tapmalıyıq. 5 0 siləndə yerdə 50 qalacaq. Miqyasın kəmiyyəti 50-dir. Deməli, həqiqi məsafəni böləcəyəm miqyasın kəmiyyəti olan 50-yə. Yerdə cavabım neçə qalacaq? 68 tam %32. Cavab B bəndi. Daha sonra yoldaşlar, qlobusdan danışsaq. Qlobus yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün onun kiçildilmiş modelidir. Qısacası, qlobus yerin kiçildilmiş modelidir. Biz yerin kiçildilmiş modelini boş yerə deməyəcəyik. Çünki qlobus demək olar ki, yerə birəbir bənzəyir və qlobus üzərində heç bir təhrif və səhvdən söhbət gedə bilməz. Qlobusdakı məntəqələr müfəssəl şəkildə olduğu sahə, bucaq, uzunluqda təsvir edilir. İlk qlobusu eramızdan əvvəl 2-ci əsrdə Yunan alimi Krates Malloskinin düzəltdiyi güman edilir. Lakin Krates Malloskinin qlobusu bizə gəlib çatmayıb. 1492-ci ildə Alman alimi Martin Behaimin hazırladığı qlobusu o necə adlandırıb? Yer alması adlandırıb. Deməli, daha sonra şərqdə ilk qlobusun müəllifi Orta əsrlər dövrünün coğrafiyaçısı Əbu Reyhan Əl-Birunidir. Qlobusda yerin əyriliyi nəzərə alınaraq coğrafi obyektlər təhrifsiz, yəni səhvsiz təsvir edilirlər.
Biz bundan belə qlobus və xəritələrdə səhvi təhrif adlandıracağıq. Qlobusun hər yerində miqyas eynidir. Yəni qlobus bütünlüklə bərabər miqyaslıdır. Burada yerdəki obyektlərin forma və ölçüləri miqyasa uyğun kiçildilərək düzgün şəkildə təsvir olunub. Qlobusda üfüqün cəhətlərini dərəcə toruna, meridian və paralellərə əsasən təyin etmək olar. Yəni qlobusda ekvatordan yuxarıda, şimalda şimal istiqaməti, cənubda cənub istiqaməti və yaxud cənub yarımkürəsi. Miqyasına görə adətən qlobuslar 3 yerə bölünürlər. Kiçik miqyaslı 1/83 milyondan kiçik, orta miqyaslı 1/50 milyon miqyaslı qlobuslar, böyük miqyaslı 1/30 milyon miqyaslı qlobuslar. Əslində yoldaşlar, müxtəlif ölçülərdə qlobuslar istehsal olunsa da, qlobusların əsas ölçüləri bu 3 miqyasa əsasən təyin edilir. Onun üçün bu 3 rəqəmi əzbərləməyimiz vacibdir. Xəritələr. Coğrafi xəritələr adətən fiziki, siyasi, iqtisadi və s. dünyanı və ya hər hansı bir ərazini təsvir edən kartoqrafik modeldir. Onlar kartoqrafik modelləşdirmə ilə yaradılır. Yəni, biz məkana dair xəritəsini çəkəcəyimiz məkana, əraziyə dair məlumatları toplayırıq, məlumatları sistemləşdiririk, daha sonra həmin əldə etdiyimiz məlumatları təhlil edirik, sonra təhlil etdiyimiz informasiyanın əsasında xəritələr tərtib edirik. Deməli, əvvəlcədən kod olaraq necə yadda saxlayırsınız? Əldə etmək, təhlil etmək, tərtib etmək. Əldə etmək, təhlil etmək, tərtib etmək. Kartoqrafik modelləşdirmə, yəni xəritələrin hazırlanması 3 prinsip aparılır. Prinsipə əsasən aparılır. Birinci prinsip riyazi əsas prinsipidir. Kartoqrafik proyeksiya, dərəcə toru və miqyasın köməyi ilə yerin kürə səthindən müstəvi səthinə keçidi təmin edilir. Deməli, diqqət eləsəz, biz yer kürəsini dilimlərə bölmüşük və daha sonra o dilimləri birləşdirərək xəritə əldə etmişik. Və yaxud birazdan haqqında daha ətraflı danışacağımız proyeksiyalar haqqında silindrik proyeksiya vasitəsilə yer kürəsinin xəritəsini tərtib etmişik. Şəkil nümunələrində biz bunu sizə daha dəqiq göstəririk. Daha sonra coğrafi xəritələr biz dedik ki, kartoqrafik modelləşdirmə ilə nə edilir? Yaradılır. Və coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi şəbəkənin köməkliyi ilə təsvir edilir. Buna biz coğrafi şəbəkə deyəcəyik. Lakin xəritə müstəvi üzərində təsvir olunduğu üçün coğrafi şəbəkə müstəviyə keçilərkən paralel və meridianların forması dəyişdiyi üçün biz xəritədə paralel və meridianların yaratdığı şəbəkəyə kartoqrafik şəbəkə deyəcəyik. Qlobusda paralel və meridianların yaratdığı şəbəkə adlanacaq coğrafi şəbəkə, xəritələrdə isə kartoqrafik şəbəkə. Kürə səthini müstəviyə açarkən onun dilimlərə bölünən hissələr arasında boşluqların yerini dolduran zaman səhvlər, yəni təhriflər meydana gələcək. Xəritədə təhriflərdən, səhvlərdən qurtulmaq mümkün deyil. Lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. Bunu da biz kartoqrafik proyeksiyaların köməyi ilə eləyəcəyik. Yer səthi xəritədə təsvir olunanda 4 dənə təhrif meydana gələcək. Birincisi bucaq tərrifi və yaxud istiqamət, sahə tərrifi, məsafə və yaxud uzunluq və forma tərrifi. Deməli, kartoqrafik proyeksiyalar yerin kürə səthinin müstəvi üzərində riyazi əsaslarla və yaxud kartoqrafik proyeksiyalar vasitəsilə yerin kürəvi səthi müstəvi səthinə köçürülür.
Proyeksiyalar təhrif xüsusiyyətlərinə görə 3 qrupa ayrılır. Bərabər bucaqlı, bərabər sahəli və ixtiyari. Bərabər bucaqlı proyeksiyalarda, bu proyeksiyalarda tərtib edilən xəritələrdə istiqamət və bucaqlar demək olar ki, təhrif edilmir. Yadınıza salırsınız. Biz üfüqün cəhətləri istiqamət keçdikdə onların hər birini azimut bucağına əsasən təyin eləmişdik. Bərabər bucaqlıda bucaq və istiqamət təhrifi olmayacaq. Lakin sahə, məsafə və forma təhrifi tamamilə qalacaq. Bu xəritələr dəniz nəqliyyatında və aviasiyada istifadə edilir. Dənizdə, yəni naviqasiyada gəmilərin istiqamətinə əsasən istiqamətini tapmaq üçün, təyyarələrin aviasiyada təyyarələrin istiqamətini tapmaq üçün bu proyeksiya ilə hazırlanmış xəritələrdən istifadə ediləcək. Herald Mercator'un 1569-cu ildə tərtib elədiyi dəniz, yəni naviqasiya xəritəsi buna misal ola bilər. Daha sonra bərabər sahəli proyeksiyalarda ərazilərin sahəsi göründüyü kimi bərabər sahəli, sahə təhrifi demək olar ki, yoxdur, çox azdır. Lakin bucaq, istiqamət, məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahələrini hesablamaq üçün əlverişlidir. Məsələn, Qal və Petersin proyeksiyası buna misal ola bilər. Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən deməli vasitələr qeyd eləmişik. Hal-hazırda vasitələrdən danışacağıq. İxtiyari proyeksiyalarda isə sahə və bucaqlar az təhriflə verilsə də uzunluq və forma tam təhrif olunur. Belə xəritələr tədris prosesi üçün daha əhəmiyyətlidir. İxtiyari proyeksiyalar içərisində bərabər aralıqlı proyeksiyalarda ayrılır ki, aralıq sözündən də göründüyü kimi burada məsafə, uzunluq düzgün verilir. Digər təhriflər isə saxlanılacaq. Yerin kürə səthinin müstəviyə köçürülməsi üçün müxtəlif həndəsi səthlərdən istifadə edilir. Bu səbəbdən həndəsi fiqurlara görə proyeksiyalar aşağıdakı qruplara bölünəcək. 1. Silindrik proyeksiya, silindrik. 2. Konus proyeksiya. 3. Azimutal proyeksiya. 4. Çoxüzlü proyeksiya. Silindrik proyeksiyada sanki biz qlobusu silindrin içərisinə yerləşdiririk və daha sonra silindrin içərisinə yerləşdirdikdə diqqət eləsək, ekvator boyunca yer səthi, qlobusun səthi silindrə toxunacaq. Məhz proyeksiyalarda bu toxunma nöqtələri sıfır təhriflər xətti adlanacaq. Yəni, bu toxunma nöqtəsi, toxunma xətti ki olsun, təhrif sıfıra bərabər olacaq. Xəritədə təhriflərin olmadığı xətt və ya nöqtə sıfır təhrif xətti və ya sıfır təhriflər nöqtəsi adlanacaq. Silindrik proyeksiyalarda əsasən dünya xəritələri, həmçinin ekvator boyu ərazilərin xəritələri çəkiləcək. Həqiqətən də biz qlobusun içinə işıq yerləşdirsək, diqqət edərik ki, qlobus silindrə ekvator boyu toxunacaq və ekvator boyu ərazidə, ekvatorun üzərində yerləşən ərazilərdə təhrif sıfıra bərabər olacaq. Bu qənaətə gəlirik ki, ekvatordan uzaqlaşdıqca, yəni şimala və yaxud cənuba doğru uzaqlaşdıqca təhriflər müfəssəllik azalacaq, təhriflər artacaq. Silindrik proyeksiyada paralel və meridyanlar bir-biri ilə düz bucaq altında kəsişəcək. Konus proyeksiya. Konus proyeksiyalarında xəritə tərtib olunarkən qlobus konusa 60 dərəcə və yaxud ona yaxın paralellərlə kəsişir. Ona görə də 60 dərəcəlik paralel və ona yaxın paralellərdə hansı paralellər kəsişirsə, orada təhrif demək olar ki, olmur. Və bu xətt, bu
sıfır təhrif xətti adlanır. Bu sıfır təhrif xəttindən, yəni toxunma xəttindən uzaqlaşdıqca təhrif artacaq. Bu proyeksiyalarda qütb ətrafı və mülayim enlikdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövs vari, sanki çevrənin bir qövsüymüş kimi, meridianlar isə bir nöqtədən çıxan düz xətlər şəklində təsvir olunur. Azimutal proyeksiyalar üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin, diqqət eləsəz, müstəvinin kürəyə toxunduğu nöqtədə təhrif olunur. Məsələn, Şimal Buzlu Okeanının və yaxud coğrafi qütblərin xəritələrini tərtib etdikdə paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan çevrənin radiusları kimi təsvir olunacaq. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyalar vasitəsilə hazırlanır. Hal-hazırda mənim arxamda olan yarımkürələrin xəritəsi də gördüyünüz kimi nə ilə hazırlanıb? Azimutal proyeksiyalarla hazırlanıb. Sonra çox üzlü proyeksiyada yer kürəsinin səthi kürə deyil, trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni əsasən topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Çünki əsasən çox üzlü fiqurlar, trapesiyalar olduğu üçün daha kiçik əraziləri əhatə edirlər və ona görə müfəssəllik çox olur. Xəritələrin miqyası bu zaman böyük və orta, təhriflər isə çox az olacaq. Xəritənin miqyası, məzmunu və təyinatından asılı olaraq biz zəruri olan obyektlərin seçilməsi, ixtisar edilməsi, ümumiləşdirilməsini kartoqrafik generalizasiya adlandıracaq. Generalizasiya sözü Latın dilində generalis, yəni ümumi və yaxud əsas deməkdir. Böyük miqyaslı xəritələrdə coğrafi obyektlər, onların forması və qarşılıqlı əlaqəsi daha ətraflı təsvir edilir. Yəni xəritənin miqyası böyüdükcə generalizasiya azalır. Məsələn, belə deyək. Tutalım. Sizin yaşadığınız şəhərin, kəndin ərazisini böyük bir kağızda və yaxud kiçik bir kağızda hansında təsvir etsək, xəritəni daha müfəssəl, daha aydın, daha yaxşı təsvir etmək olar. Hamınızın ağzından çıxacaq ki, təbii ki, böyük kağızda. Kağız, ərazi nə qədər böyük, nə qədər geniş, nə qədər müfəssəl, miqyas da bir o qədər böyük. Və ərazi nə qədər balacalaşarsa, miqyas nə qədər kiçilərsə, biz məcburuq ki, həmin ərazidən nələrisə xəritəyə salmayaq, ixtisar eləyək, ümumiləşdirək. Buna da deyiləcək kartoqrafik generalizasiya. Xəritənin miqyası böyüdükcə generalizasiya azalacaq. Və biz bunu da nə şəklində təsvir edəcəyik? Biz bunu qrafik şəklində təsvir etsək, bu miqyasın kəmiyyəti, bu isə generalizasiya adlandırsaq, miqyasın kəmiyyətini ümumiyyətlə, miqyasın kəmiyyətini biz nə qədər böyütsək, miqyas bir o qədər kiçiləcək və generalizasiya nə olacaq? Artacaq. Amma və lakin miqyasın özünü biz böyütsək, kəmiyyətini yox, özünü biz böyütsək, generalizasiya miqyasın özü böyüdükcə generalizasiya azalacaq. Deməli, bizim hər iki qrafikimiz bu şəkildə olacaq. Xəritənin miqyası böyüdükcə generalizasiya azalır. Tərs mütənasibdir. Generalizasiya xəritənin məzmunundan asılı olaraq da aparılır. Deməli,
Məzmundan asılı olaraq coğrafi obyektləri xəritədə saxlamaq yaxud ixtisar eləmək olar. Məzmununa görə generalizasiya daha çox məruz qalan xəritələrdə informasiya nə qədər çox ümumiləşdirmə olsa, informasiya bir o qədər azalacaq və yığcam veriləcək. Məsələn, siyasi xəritə informasiya ilə daha çox yüklənmiş fiziki xəritəyə nisbətən daha çox generalizasiyaya uğrayıb. Həqiqətən də biz, məsələn, Cənubi Amerikanın siyasi xəritəsi ilə Cənubi Amerikanın fiziki xəritəsinə diqqət etsək, görərik ki, Cənubi Amerikanın siyasi xəritəsi generalizasiya daha çox məruz qalıb. Deməli, siyasi xəritə fiziki xəritəyə nisbətən generalizasiya daha çox məruz qalır, daha çox ümumiləşdirilir. Miqyasına görə xəritələr 3 qrupa bölünür. Miqyası 1 bölünsün 10 mindən 1 böl 200 minə qədər olan xəritələr böyük miqyaslıdır. Miqyası 1 bölünsün 200 mindən 1 milyona qədər olan xəritələr orta miqyaslıdır və biz onlara icmal topoqrafik xəritələr, böyük miqyaslıya isə topoqrafik xəritələr deyəcəyik. Deməli, miqyas nə qədər böyük olsa, ölçmə işləri, müfəssəllik bir o qədər rahat və böyük olacaq, rahat olacaq. Bu xəritələr üçün çox dəqiqlik tələb etməyən ölçmə işləri aparmaq olar. Təbii ki, sözümüz orta miqyaslı xəritələr aiddir. Miqyası 1 bölünsün 1 milyon və daha kiçik olan xəritələr keçiş miqyaslıdır. Onlara da biz nə deyəcəyik? İcmal xəritələr deyəcəyik. Məzmununa görə xəritələr 3 qrupa bölünür. Ümumi coğrafi xəritələrdə bu xəritələrə biz fiziki və iqtisadi xəritələri nümunə göstərə bilərik. Onlar üzərində bütün coğrafi obyektlər, məsələn, çaylar, göllər, sərhədlər, faydalı qazıntılar eyni səviyyədə təsvir edilir. Məsələn, Azərbaycan Respublikasının fiziki xəritəsi ilə dünyanın fiziki xəritəsi və yaxud siyasi xəritələri hər ikisi ümumi coğrafi xəritələrdir. Ümumi coğrafi xəritələrdə hər bir şey ümumi səviyyədə təsvir edilir. Daha sonra tematik xəritələr. Tema, yəni bir mövzu. Xəritə hər hansı bir mövzudan və yaxud bir hadisədən daha müfəssəl şəkildə bəhs eləsin. Tematik xəritələrin təbii hadisələri göstərən və iqtisadi prosesləri əks etdirən qrupları var. Məsələn, iqlim xəritəsi, torpaq, bitki örtüyü, əhalinin sıxlığı, kənd təsərrüfatı göründüyü kimi hər bir xəritə bir mövzudan bəhs eləyəcək. Və biz də diqqət eləsək, Azərbaycanın iqlim və dünyanın iqlim xəritələri tematik xəritələr olacaq. Kompleks xəritələr bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 və ya daha artıq komponent təsvir olunur. Məsələn, sinoptik xəritələr, geoloji quruluş, faydalı qazıntılar. Ən mükəmməl kompleks xəritə təbii zonaların xəritəsidir. Biz məsələn diqqət eləsək, görərik ki, təbii zonalarda heyvanların yayılması da göstərilib, təbii zonalarda göstərilib, bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 komponent rahat göstərilib və ən mükəmməl kompleks xəritə hansı xəritədir? Təbii zonalar xəritəsidir. Xəritənin var riyazi əsası, var coğrafi əsası. Xəritənin riyazi əsası dedikdə biz miqyas, dərəcə toru, proyeksiyaları götürəcəyik. Çünki bunlarda hesablama işləri var. Xəritənin coğrafi əsası dedikdə isə biz nəyə götürəcəyik? Relyef, hidroqrafik şəbəkə və yaşayış məntəqələri. Daha sonra xəritələrin biz əsasən hazırlanma üsullarından və yaxud xəritələrdəki olan bir növ ovalıqlar, dağlıqlar, xəritədə hadisələr, bunlar müxtəlif üsullar vasitəsilə xəritələrdə təsvir edilir. Məsələn, keyfiyyət fonu üsulundan biz danışsaq, keyfiyyət fonu üsulu təsvir olunan bütün ərazi
hansısa keyfiyyət əlamətinə görə fərqləndirilmə ilə tətbiq olunur. Məsələn, biz burada Naxçıvanın yağıntı xəritəsini görsək, yağıntının az düşdüyü ərazidən çox düşdüyü əraziyə doğru rənglərin bir-birinin çaları ilə tündləşməsini görə bilərik. Deməli, belə rənglərin bir-birini əvəz eləməsi və müəyyən bir açıq çalardan tünd çalara getməsini gördükdə avtomatik biz götürəcəyik keyfiyyət fonu üsulu. Məsələn, siyasi xəritələrdə dövlətlərin əraziləri, fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, iqlim xəritələrində yağıntıların paylanması keyfiyyət fonu üsulu ilə təsvir edilir. Hərəkət xətləri adından da göründüyü kimi hərəkətdə olan müəyyən hadisələri, müəyyən təbiət proseslərini təsvir edir. Məsələn, okean cəryanları daim hərəkətdədir. Çayların axın istiqaməti, çaylar axırlar müəyyən bir istiqamətdə. Dənizdə gəmilərin hərəkət istiqaməti, təyyarələrin, avtomobillərin, qatarların və s. hərəkət istiqamətləri göstərilə bilər. Karta diaqram üsulu ölkə və yaxud bölgələrin iqtisadi göstəricilərinin dördbucaq və yaxud dairələrin köməkliyi ilə əks edilməsidir. Bu da diaqramla xəritənin birləşməsidir. Deməli, kartoqram üsulu hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsinin vizual əks etdirən təsvirdir. Kartoqram üsulu, lakin xəritə deyil. Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər və yaxud nöqtələrlə verilir. Məsələn, ərazilərin sahəsini müxtəlif ştrixlərlə biz burada nə etmişik? Fərqləndirmişik, vizual əks etdirmişik. Areal üsulu. Areal üsulu da xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı sahələri təsvir edir. Burada faydalı qazıntıların, bitki və heyvan növlərinin yayıldığı sahələri arealın köməyi ilə göstərilir. Arealları təsvir eləmək üçün əvvəlcə xəritədə müəyyən bir konturları çəkirik, sahəni çəkirik, sonra isə göstərilən elementlərin yayıldığı sahələri müxtəlif cür rəngləyirik və müxtəlif şərti işarələrlə nə edirik? Göstəririk. Deməli, arealın bayaq dediyimiz keyfiyyət fonundan əsas fərqi nədir? Arealın daxilində müəyyən işarələrlə yayılma sahələri göstərilir və bəzən daha çox arealın rəngləri bir-birinə uyğun gəlmir. Nöqtələr üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, eləcə də onların kəmiyyət göstəriciləri verilir. Nöqtələrin ölçüsü onların kəmiyyət göstəricilərini ifadə edir. Yəni, nöqtələr nə qədər böyüyərsə, deməli, həmin nöqtə nəyi təsvir edibsə, onun kəmiyyəti daha da böyüyəcək. Bu üsul əhalinin yerləşməsini və yaxud heyvanların sayını göstərə bilər. Sonra işarələr üsulu, təsvir müxtəlif həndəsi fiqurlar, hərf və yaxud şəkillərin köməyi ilə verilir. Deməli, məsələn, biz burada faydalı qazıntıların işarələrini nə edə bilərik, görə bilərik. Burada əsas bəzi şərti işarələr vardır ki, qaz, dəmir, alüminium, civə, sonra məsələn apatit, qalay, almaz, fosforit, qızıl, bunların polimetal bir çoxunu yadda saxlamamız vacibdir. Sonra, yoldaşlar, xəritə üzərində olan əyri xətlərin də uzunluğunu hesablaya bilərik. Əyri xətlərin uzunluğunu hesablalamaq üçün göstərdiyimiz alətdən mikrometrdən istifadə edilir. Onun kiçik ölçüdə addımlarını 2-3 mm addımlarını müəyyən edirik. Daha sonra bunları toplayırıq. Sonra xəritənin miqyasının kəmiyyətinə bu ölçünü vurub həqiqi ölçünü tapırıq. Və yaxud xəritədə bu ölçünü biz kurvimetrin köməyi ilə, kurvimetr cihazının köməyi ilə daha rahat şəkildə asanlıqla hesablaya bilərik. Biz xəritələri oxuyarkən onları təhlil edirik. Biz xəritələri öyrənmək üçün onları təhlil eləməliyik. Xəritəni də təhlil etməyin 3 yolu var. Vizual təhlil, kartometrik təhlil və qrafik təhlil. Vizual təhlil nədir, yoldaşlar? Məsələn, müvafiq xəritələrdə, müəyyən xəritələrdə ərazinin relyefin, çay şəbəkəsinin, təbiətinin xüsusiyyətlərini, bitki və heyvanlar aləminin müxtəlifliyini,
əhalinin yayılmasını, nəqliyyatını və s. haqqında məlumatları əldə edirik və onlar arasında əlaqələri müəyyən edirik. Vizual təhlil zamanı xəritələrdə obyekt, hadisələrin, proseslərin keyfiyyət və kəmiyyətlərini, yəni məsələn Xəzər dənizinin dərinliyini, Bazar cüzdanının hündürlüyünü və s. oxuya bilərik və bir sıra coğrafi qanuna uyğunluqları nə edə bilərik? Aşkar edə bilərik. Sonra kartometrik təhlildən danışsaq, diqqət eləsəz karto və metrik. Deməli, burada söhbət hesablamalardan gedəcək, coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsi, miqyas və dərəcə toruna əsasən məsafələrin ölçülməsi və digər kəmiyyət göstəricilərinin təhlilidir. Kartometrik təhlil lokal və qlobal xarakterli olur. Məsələn, bir çayın uzunluğunun ölçülməsi, lokal, ərazidə olan çayların bircə hamısının uzunluğunun ölçülməsi isə qlobal, yəni daha geniş ərazilərə şamil olunur. Qrafik təhlil isə xəritələrə əsasən qurulmuş qrafik təsvirlər vasitəsilə aparılan tədqiqatlardır. Məsələn, ərazinin profilin qrafik şəkildə nə edə bilərik? Qura bilərik. Bu dərsimizdə yoldaşlar bu qədər. Güman edirəm ki, daha izah edici oldu. İnşallah növbəti izah videolarına kimi. Sağ olun, salamat qalın.